Bağışlayan və mehriban Allahın adıyla. Ramazan ayının artıq son günlərini yaşayırıq. Həqiqətən Ramazan ayının əvvəli sevinç, sonu isə hüzn dolu olur. Həzrət Rəsulullahdan bir hədis vardır ki, ağa buyurur ki, Ramazan ayının hilalı görünən kimi səmanın, behiştin, rəhmətin qapıları açılar və cəhənnəm qapıları bağlanar. Ramazan ayı şeytanın zəncirləndiyi aydır. Şeytanın əsir olduğu aydır. Günah insanı ilahi rəhmətdən uzaqlaşdırar. Ramazan ayı ümumiyyətcə başdan ayağa rəhmət ayıdır. Əziz müsəlmanlar, belə etməyək ki, öz nəfsimiz ilə özümüzə zülm eləyək. Məxsus bu ay ki, Allah düşməni olan, insanın düşməni olan şeytanın zəncirləndiyi bir aydırsa, bəs niyə görə insan öz nəfsinə hakim olmasın? Həzrət Rəsulullah buyurur ki, Allah hər bir şeytana Ramazan ayında 7 mələk hakim edər ki, həmin şeytanlar boş buraxılmasınlar. Ta o zamana qədər ki, sizin ayınız sona çatar. Yəni hansı ay? Məğfirət və Ramazan ayından söhbət gedir ki, Ramazan ayı dualar qəbul olar. Ramazan ayı insanın hacətləri müstəcab.